Heç olmasa bir dəfə dağ zirvəsində olan insan üçün tanış bir his var. Elə bir his ki, o digərlərini arxa planda qoya bilir. Heç bir emosiya, heç bir duyğu onunla müqayisəyə gələ bilməz. O an yaşadığın tək bir istək var. Zirvəyə çatmaq, onu fəth eləmək və dünyaya o zirvədən baxmaq. Əgər bu məqsədinə çatırsansa, ardınca yeni hədəflər yaranır. Çünki dağ zirvələri çoxdur və hər birinin də öz cazibəsi var. Amma onların içərisində məhz biri var ki, o tək əzəmətinə görə deyil, həm də hündürlüyünə görə sizi özünə cəlb eləyir. Çünki o ən yüksək nöqtədir. Yolumuz Bazardüzü zirvəsinədir. Azərbaycanda 14 minlik zirvə var. Onların içərisində ən yüksəyi Bazardüzüdür. O 4466 metr yüksəklikdə yerləşir. Bazardüzü Azərbaycanın Qusar rayonu ərazisində Rusiya ilə sərhəddə Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində yerləşir. Amma biz Quba marşrutunu seçmişik. Quba marşrutu Xınalıq kəndindən keçir. Hal-hazırda gördüyünüz bu yol bizi Xınalığa aparır. Xınalıq Azərbaycanın ən gözəl və ən məşhur dağ kəndlərindən biridir. Beləliklə 3 günlük macəra dolu, həyəcanlı səfərimiz Xınalıqdan başlayır. Xınalıq kəndi Quba şəhərindən 57 kilometr məsafədə yerləşir. Kəndə gedən yol sizdə məkana qədər heyrətamiz bir təəssürat yaradacaq. Əvvəl yaşıl meşələrlə örtülü dağların əhatəsində salınan yol, sonra nəhəng və vahiməli, eyni zamanda heyrətamiz kanyon bizi valeh elədi. Daha sonra Xınalıq və Qırız kəndinə aparan yolların kəsişməsini görəcəyiniz təkrarsız təbiət mənzərəsi, dağların sinəsində salınan uzun bir Xınalıq yolu seçdiyiniz marşrutun ən ideal versiya olduğunu göstərəcək. Baxmayaraq ki, Bazardüzü zirvəsinə başqa marşrutlar da mövcuddur. Bazardüzü, Tufandağ, Şahdağ və Qızılqaya zirvələrinin əhatəsində yerləşən Xınalıq kəndi bizi günəşli hava ilə qarşıladı. Ətraf mənzərə ilk andan adamı öz seyrinə salır. Tez-tez təkrarlanan bir fikir bizdən əl çəkmirdi. Buralar çox gözəldir. Bu kənd həm də özündə ən zəngin etnoqrafik dəyərləri daşıyan əfsanəvi yerdir. Xınalıqdayıq. 5000 ildən çox yaşı olan bu kənd dəniz səviyyəsindən təxminən 2100 metr yüksəklikdə yerləşir. Yerli sakinlər ona Kətiş də deyirlər. Bazar düzünə yürüyüşümüzün birinci gününü məhz bu kənddə gecələyəcəyik. Məqsəd həm də bədəni yüksəkliyə uyğunlaşdırmaqdır. Sabah səhər isə birinci düşərgəyə yola düşürük. Vaxtımız olduğu üçün kənddə başmaq seyrinə çıxdıq. Onu piyada gəzib kəşf eləməyə çalışdıq. Kənd yüksək dağ zirvəsinə salınıb. O çətin relyefə uyğunlaşdırılan unikal memarlığa sahibdir. Kəndin evləri bir-birinə çox sıx tikilib və hər bir evin damı ondan yüksəkdə yerləşən digər evin həyətidir. Kəndin ən yüksək yerində cümə məscidi var. Qədim Qafqaz Albaniyası tayfalarından sayılan Xınalıq əhalisi tamamilə nadir bir dildə, Kətiş dilində danışırlar. 2007-ci ildən Xınalıq kəndi UNESCO tərəfindən qorunan dünya irsi siyahısına salınıb. 2023-cü ildə isə ölkədə
işlək köç yollarının birinin başlanğıcı olan bu kənd Azərbaycanın Xınalıq və Köç yolu mədəni landşaftı adlı nominasiya ərazisi Ümumdünya İrs siyahısına daxil edilib. Beləliklə, Xınalıq və Köç yolu UNESCO-nun İrs siyahısına daxil edilən Azərbaycanın 4-cü mədəni irs ərazisi oldu. Bu dağ kəndi dünyada kifayət qədər tanınır və hər il minlərlə xarici turistlər onu görmək üçün bura gəlirlər. Təsadüf elə gətirdi ki, biz bu zirvəyə maraqlı bir qrupla gedirik. Onlar minlərlə kilometr uzaqdan, Şimali Afrikada yerləşən Mərakeşdən Azərbaycanın və Cənubi Qafqazın ən yüksək zirvəsi Bazar düzünü fəth eləmək üçün gəliblər. Dağ yürüşünün həvəskarı və təbiətsevər olan bu dost qrup 9 nəfərdən ibarətdir. Sabah birlikdə düşərgəyə yola düşəcəyik. Hələlik isə qonaq olduğumuz evdə şam eləyirik. Kənd sakinləri və yerli bələdçilər Xınalığın təbliğatında canla başla çalışır və tez-tez qonaqları evlərinə dəvət edir. Burada sən özünü çox rahat evindəki kimi hiss eləyirsən. Mərakeşli turistlərlə əsas söhbətimiz də süfrə başında tutdu. Mərakeşdə ölkə əhalisinin böyük qismini berberlər təşkil edir. 2011-ci ildə Mərakeşdə berber dili ərəb dili ilə yanaşı dövlət dili statusunu qazanıb. Amma biz onlarla nə berber, nə də ərəb dilində danışdıq. Əsas ünsiyyət dilimiz ingilis dili idi. Bu işdə isə bizə bələdçilərimizdən biri Zeyd kömək elədi. Onda qeyd edeyim ki, bu yürüşdə bizim kifayət qədər dağ təcrübəsi olan 2 bələdçimiz olacaq. Biri Fariz, o birisi isə Zeyddir. Mərakeşdə Azərbaycanda olduğu kimi çay ev sahibi ilə qonaq arasında münasibətlərdə mühüm rol oynayır. Bu ölkədə çay süzmək də fərqlidir. Gərək elə süzəsən ki, çay köpüklənsin. Məhz bu şəkildə çayın yaxşı ya pis dəm aldığını müəyyən eləmək olar. Yaxşı dəm almayan çay köpüklənmir. Üstəgəl çayların rəngi və dadı da fərqlidir. Beləcə birinci günü tanışlıqla, xoş əhvalla başa vurduq. Çətin yolumuz hələ qarşıdadır. Bazar düzü yürüyüşünün ikinci günüdür. Səhər saat 8. Əşyalarımızı maşınlara yığıb gedirik yürüyüşə. Əvvəlcə birinci düşərgəyə gedəcəyik. Onu da deyim ki, bizlə bərabər Mərakeşdən gələn turistlər də gedəcək. Ümumiyyətlə mövsümündə, yəni may ayından noyabr ayına qədər Bazar düzünə təxminən hər ay yüzlərlə turist səfər edir. Bu isə onun populyarlığını biraz da artırır. İndi isə biz birinci düşərgəyə yola düşürük. Necə deyərlər, yolçu yolda gəlir. Yolumuz çətin relyefli olduğu üçün yük avtomobili ilə getməliyik. Qaz 66 markalı avtomobil bu yolların ən yaxşı nəqliyyat vasitəsidir. Turistlər üçün də bu avtomobillə getmək maraqlı, həm də əyləncəlidir. Bu, hətta adrenalin həvəskarları üçün də əla vasitədir. Bazar düzü zirvəsinə yürüyüşümüzün ikinci günü hava da bizə aydın səma vəd edir. Ümumiyyətlə yola çıxanda xüsusilə dağ yürüyüşünə mütləq havanın durumunu öyrənin. Düzdür, dağlarda havanı dəqiq proqnoz eləmək olmur, amma hər halda ümumi məlumatınız olmalıdır. Səfər üçün nəzərdə tutduğumuz günlərdə hava proqnozu ürəkaçandır. Necə deyərlər, əsl dağ yürüyüşünə çıxmaq üçün məqamdır. Hal-hazırda Şahdağ Milli Parkının yoxlama məntəqəsindəyik. Siyahıya baxırlar, daha sonra bizi təhlükəsizlik qaydaları ilə tanış eləyəcəklər. Bundan sonra Dövlət Sərhəd Xidmətinin yoxlama məntəqəsi olacaq. Bütün bunlar hamısı ona görədir ki, Bazar düzü zirvəsi Rusiya Federasiyası ilə sərhəddə yerləşir və bu vacib prosedurdur. Ümumiyyətlə isə əhvalımız çox yaxşıdır. Yolumuza davam edirik. Şahdağ Milli Parkına giriş üçün yoxlama məntəqəsində çox gözləmədik.
çevik şəkildə sənədlərimizi yoxlayıb bizə yaxşı yol arzuladılar. Daha sonra qarşıda dövlət sərhəd məntəqəsindən də keçib Şah Yaylaqla yola düzəldik. Azərbaycanın şimalında Böyük Qafqaz dağlarının qoynunda yerləşən Şah Yaylaq ölkənin ən gözəl yaylaqlarından biridir. Bura həm təbiət sevərlər, həm də dağ yürüyüşü həvəskarları üçün əsl cənnətdir. Şah Yaylaq ekoturizm, həm də macəra dolu səfərlər üçün də ideal məkandır. Şah Yaylağı Azərbaycanın ən yüksək dağ zirvələri əhatə edib. Bu isə yaylağı fotoqraflar və dağ yürüyüşçüləri üçün unikal bir məkana çevirir. Yolüstü fasilə vaxtı biz də fürsətdən istifadə edib fotolar çəkdik. Çoban itləri ilə ünsiyyət qurmağa çalışdıq. Təbiətin yaylağa bəxş elədiyi gözəlliyi yaddaşımıza həkk elədik. Yolumuza davam edirik. Bizi qarşıda nəfəs kəsən mənzərələr, çətin relyeflər və Böyük Qafqaz dağlarının heyranedici gözəlliyi ilə dolu bir macəra gözləyir. Bizim də mərakeşli yol yoldaşlarımızın da əhvalı çox yaxşıdır. Deyə, gülə, mahnı oxuya-oxuya yolsuzluqlarla çaylardan keçib yol gedirik. Şah Yaylağın gözəlliyi, uzaqdan görünən dağ zirvələrinin əzəməti bizi heyran eləyir. Yaylaqda qarşımıza çıxan qoyun sürüsü də maraq yaradır. May ayının əvvəllərində çobanlar qoyun sürüləri ilə Şah Yaylağa gəlirlər. Şah Yaylağın ecazkar mənzərələrini seyr edib, yürüyüşümüzün ən yadda qalan anlarından birini yaşayırıq. Avtomobilin arxasında oturduğumuz yer narahat olsa da, bu bizi heç narahat eləmir. Əksinə, üzümüz gülür. Qaz 66-da getməyə çox adam deyirdi, çox narahatdır, dözmək olmur, amma əslində mən bunu hiss eləmədim. Biraz narahatlıq var, amma ətrafa baxdıqca bu təbiət, bu dağlar, bir də bunlar deyək, günəş şənlənən bir qrupdur. Sən qətiyyən bu narahatçılığı hiss eləmirsən. 10 ilə yaxındır ki, dağları gəzirlər, dünyanın dağ zirvələrini gəzirlər və indi seçimləri bazar düzü olub. Elə gətirdi ki, biz də onlarla bir yerdə getmək şansımız oldu və bundan çox məmnunum, çox məmnunum. Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biri də yaylaqlardır. Ölkənin ən yüksək və ən böyük yaylağı Şah Yaylaq Qusar rayonunun inzibati ərazisi daxilində Şah Yaylaq Milli Parkında yerləşir. Yaylağın uzunluğu təxminən 20, eni isə 3 kilometrdir. Şahnabad çayı və Yatıq çayının vadisi daxilində yerləşən bu düzənlik uzun müddət tacirlər üçün qovşaq rolunu oynayıb. Şah Yaylaqdan yenicə aldığımız bol təəssüratlarla gəlib birinci düşərgəyə çatdıq. Təxminən 2 saatlıq maşınlarla yol gəldik, birinci düşərgəyə çatdıq. Biz artıq birinci düşərgənin ərazisindəyik. Buradan maşınlarla sağollaşırıq və buradan ikinci düşərgəyə biz maşınsız piyada gedəcəyik. Bura dəniz səviyyəsindən 2850 metr hündürlükdədir. Növbəti, yəni ikinci düşərgə isə 3250 metr olacaq. Biz gecəni orada çadırlarda qalacağıq.
Dəniz səviyyəsindən 2800 metr yüksəklikdəyik. Hələ ki yürüşümüz bol və xoş emosiyalarla davam edir. Daşıdığımız yük ağır olsa da çəkisi aparacağımız qədərdir. Amma gedəcəyimiz cığırlar, piyada yolun relyefi yükümüzdən qat-qat ağırdır. Burada səhv addım səni uçuruma apara bilər. Bələdçilərdən aldığımız təlimatlar bizdə güvən yaradır. Ona görə də çətinlikləri rahat dəf edə biləcəyimizə əminəm. Təxminən 3 saat yol gedəcəyik. Bu dəniz səviyyəsindən 3250 metr yüksəkliyə qalxacağıq. Bələdçilərimizdən biri qabaqda addımlayır, o biri isə cərgəmizin sonundadır. Dar cığırlar, aşırımlı yoxuşlar adamda biraz gərginlik yaradır. Hər addımını saniyələr içində ölçüb biçməlisən. Cığırlar müəyyən hissələrdə o qədər keçilməz olur ki, ayaq saxlamalı olursan. Vəziyyəti düzgün qiymətləndirib addım atmalısan. Cığır o qədər dardır ki, 2 ayağını bir yerdə qoya bilməzsən. Bir ayağını yola qoydunsa, o biri irəli atılmalıdır. Bu bizim qarşıdakı çətin yürüşümüzün ilk sınaqlarındandır. Bu sanki məşqdir. Yolun əsas çətinliyi isə hələ qarşıdadır. Yolumuz nə qədər çətin olsa da bizi müşahidə edən mənzərələri seyr eləyib, onun gözəlliyindən zövq almağa macal da tapırıq. Dağlardan əriyib gələn suyun yanından keçib onun səsini eşidirsən, hətta nəfəsini də duyursan. Gördüyünüz bu hissiyə buz dağı deyirlər. Üstünü daşlı, çınqıllı olmağına baxmayın, əslində altı təmiz buzdur. Bura isə çayın axar yeridir. Buz onun üstünü bağlayıb, bəzi yerlərdə buz dağılıb və biz çayı görə bilirik. Buradan keçəndə mütləq ehtiyatlı olun. Çünki buz uça bilər. Böyük Qafqaz Sıra dağlarının cənubunda yerləşən Bazar düzünün yamaçlarından axan çaylar Şah yaylaqdan süzülərək Xəzər dənizinə doğru uzun və səs-küylü bir yol gedirlər. Qayaların arasından süzülüb gələn bulaqların suyunun dadı isə heç vaxt dadmadığınız bir tamdır. İçdikcə içmək istəyirsən. Suyun dadından doymaq mümkün deyil. Üstəgəl də su yorğunluğunu sanki özü ilə aparır. O tək bizim susuzluğumuzu götürmür, həm də bizə enerji verir. Bulağın suyundan güc alıb, yorğunluğu unudub yola davam edirik. İkinci düşərgəmiz göz oxşayan mənzərələrin əhatəsindədir. Bura çox ideal yerdir. Yaxınlıqda çay axır. Havanın temperaturu biraz düşüb. Çox yəqin ki, gecə soyuq olacaq. Bələdçilərimizin təlimindən sonra hər kəs bir işlə məşğuldur. Biz artıq ikinci düşərgədəyik. Gecəni burada qalacağıq və çadırlarımız artıq hazırdır. Birazdan çörək yemək lazımdır. Hələlik ki, qrup çay içir. Gecə saat 2-də yola düzələcəyik. Düz Bazar düzü zirvəsinə. Yolumuz təxminən 5-7 saatlıqdır.
7 saatdan sonra biz artıq Bazar düzünün zirvəsində olacağıq. Bu arada düşərgədə yeni qrupla tanış olduq. Onlar artıq zirvəyə çıxıb və düşüblər. Yorğun görünürlər, amma əhval-ruhiyyələri yaxşıdır. Qrupdan bir nəfər özündə güc tapıb təəssüratlarını bizimlə bölüşdü. İkinci düşərgədə artıq çadırlarımızı qurmuşuq. Sabah səhər tezdən Bazar düzünə yürüyüş edəcəyik. Amma Saadət xanım bugün səhər tezdən ora qalxıb o zirvəyə və günortaya düşüb. Və isti-isti təəssüratlarınızı Saadət xanım almaq istəyirik. Çok mükemmel, çok güzel. Bu benim ilk hikingimdir bu arada. Bugün artık gitmişim, qayıtmışam və çok mükemmeldi. İnşallah ki, ümid edirəm sizdə ya külək olmaz, külək bizdə biraz icazə vermədi. Məsələn, bayrağla şəkil çəkdirmək istəyirdik, rahat eləyirmədi, amma yenə də onu bacardı. Yəni hər şey çox gözəl idi, hər şey çox mükəmməl idi. Saadət xanım, Bazar düzü zirvəsinə ilk dəfə qalxan adam üçün vacib olan top üçlüyü bizə denizlərdiniz. Mütləq şəkildə nəfəs tənzimlənməlidir, mütləq şəkildə yürüyüşlər olunmalıdır və mütləq şəkildə çəki, insanın öz çəkisi çox olanda istər-istəməz. Bundan əlavə, orada sumka da daşıyır insan, yəni çantanın da çəkisi burada önəmlidir. Minimalist olmaq lazımdır. Çox sağ olun təəssüratınız üçün. Sizi təbrik edirəm. Azərbaycanın ən yüksək dağ zirvəsini fəth eləmisiniz. Bu işdə sizə uğurlar və daha neçə belə zirvələri sizə arzu edirəm. Çox sağ olun. Qrupun rəhbəri dağ bələdçisi Toğrul Cəfərov bu dağlara, bu yollara çox yaxşı bələddir. 10 ilə yaxındır ki, Azərbaycanın bölgələrini, dağ zirvələrini, hiking, trekking marşrutlarını gəzir və bəzən də onları yaradır. Biz onunla 5 il qabaq Heydər zirvəsinə, 3751 metrlik zirvəyə qalxmışıq. Çox peşəkar və işinə aşiq bir bələdçidir. Bu dəfə belə yerdə rastlaşmağımız yerinə düşdü. Peşəkar bələdçi Bazar düzü haqqında bilgilərini və zirvə təəssüratlarını bizimlə bölüşdü. Nəyə görə məhz ikinci düşərgənin buranın seçilməsi? Bu bizim üçün sual olaraq qalır. Bu sualın cavabı bizdə yoxdur. Amma bu işin peşəkarı olan Toğrul bəydə var. Toğrul bəy, salam verin. Salam, xoş gəldiniz. Çox sağ olun, təşəkkür edirəm. İkinci düşərgənin burada salınmasının belə xüsusi bir səbəbi və ya əhəmiyyəti var. Əsas səbəblərdən biri odur ki, Bazardüzü zirvəsinə çıxmaq üçün ən ideal yerlərdən, ən yaxın yerlərdən biri düz olması, yerinin, relyefin düz olması bu ərazidir. Yəni buradan və bura ümumiyyətlə düşərgə salınarkən, çadır qurularkən ən önəmli faktorlardan biri oranın təhlükəsiz olmasıdır. Yəni orada daş axını, qar sürüşməsi və s. digər şeylər olmasın, yəni təhlükəsiz ərazi olsun və ən əsası da suya yaxın olsun, su mənbəyinə. Və burada Bazardüzünə ən yaxın olan düzənlik, çəmənlik yerdir ki, həm burada daş axını zəifdir, yoxdur ümumiyyətlə, çünki çəmənlik var, su yanımızdadır və buradan da Bazardüzünə məsafə birinci düşərgəyə görə çox yaxın olduğu üçün həm burada, bura 3250 metrdə yerləşir, iştirakçılar bura gələrək hündürlüyə öyrəşmə prosesində burada keçirdə bilir, apara bilir və daha sonra 4466 metrə qalır. Yeni qrupla sağollaşıb sabaha hazırlaşmağa davam edirik. Bu məqamda kimsə dağ keçilərini görüb bizə xəbər edir. Operatorumuz Zaur da həmən dronu havaya qaldırır. Bu dağlarda tez-tez keçilərə rast gəlmək olar. Belə anlar turistin səfərinə ayrıca bir maraq qatır. Yol yoldaşlarımız mərakeşli turistlərin də təəssüratlarını eşitmək bizə maraqlı gəldi. Alors, nous sommes une équipe de randonneurs marocains. Nous sommes des amateurs, vraiment des amateurs, mais on a pu faire pas mal de sommets au Maroc, aussi bien au Maroc qu'à l'étranger. La dernière fois, on a fait le sommet le plus haut en Turquie. Cette année-là, on a lancé le défi d'aller au sommet de Bazardüzü. Je crois que nous sommes la
première équipe marocaine qui va lancer ce défi-là. Alors nous sommes fiers d'être au deuxième camp à ce moment-là. Wir sind das erste Mal hier in Aserbaidschan. Wir sind eine Gruppe aus Marokko. Wir bestehen aus 9 Personen. Wir sind Freunde. Wir leben in Marrakesch und in der Nähe. Wir sind zum ersten Mal hier in Aserbaidschan und haben vor, den Mount von Bazarduzu zu besteigen. Wir sind jetzt gerade im 2. Basecamp. Wir sind gerade angekommen. Ich glaube, das war vor ungefähr eine Stunde. Wir sind gut angekommen. Wir hatten ein bisschen schwere Sachen dabei. Wir brauchen die, weil wir müssen ja zum Beispiel was zum Essen vorbereiten für heute Abend und morgen früh. Und morgen, sehr wahrscheinlich so gegen 2 Uhr morgens, werden wir anfangen, den Mount zu besteigen. Çadırımızı qurandan sonra yemək vaxtıdır. İndi mən özümüzə uyğun bir yemək hazırlayacağam. İndi isə başlayaq yeməyimizə. Görək nə alınır. Yeməyimiz hazırdır. Ətri deyir yeməni. Nuş olsun. Gecə saat 1. Qarşıda bizi 6-7 saatlıq çətin bir yol, bir yürüş gözləyir. Burada insanlar artıq fərqli millətlərdən yox, eyni məqsəd üçün birləşən yol yoldaşıdırlar. İlk baxışda bu proses sadə və rahat görünsə də, əslində mürəkkəb psixoloji nüansları az deyil. Belə yürüşlərə qabaqcadan həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalısan. Həm Mərakeşlərin, həm də bizim dağ zirvələrinə elədiyimiz yürüşlər zamanı qazandığımız təcrübə və vərdişlər köməyimizə gələcək. Gecə saat 2, hazırlaşırıq, əvvəl çay içməli, ondan sonra əşyalarımızı götürüb yola düzəlməliyik. Təxminən 5-7 saatlıq yolumuz var. Gecə hava yaxşı idi, dəhşətli külək yox idi. İndi də hava yaxşıdır. Ulduzlar o qədərdir ki, bu deməkdir ki, bugün bizi yaxşı hava gözləyir inşallah. Duman olmayacaq, böyük külək olmayacaq. Əhvalımız yaxşıdır. Düzdür, gecən yatmaq mümkün deyil. Nə qədər istəsən də, çalışsan da. Amma hər halda yatmasaq da belə əhvalımız əladır. Birazdan Bazardüzü zirvəsinə yürüyüşümüz başlayır. Bazardüzü zirvəsi bir mesaj yeridir. Sərhədləri aşmaq mümkün. Mərakeşdən gələn dostlarımız kimi dünyanın hər yerindən turistlər bura onu görmək üçün gəlir. Burada millət yoxdur, yalnız yol yoldaşı var. Burada düşmən yoxdur, yalnız dağ var. Və burada hamının məqsədi eynidir. Zirvəni fəth eləmək. Biz artıq yola həm fiziki, həm də psixoloji olaraq tam hazırıq. Nəhayət budur. 4466 metr. Azərbaycanın
ən yüksək nöqtəsi. Burada dayanmaq sanki dünyanın damında dayanmaq kimidir. Burada xəyallar gerçək olur. Yuxularda gördüyünü indi, bu an reallıqda görə, duya, hiss eləyə, onu kəşf eləyə bilirsən. Bu, bugün yaşanan ən gözəl emosiyadır. Bura Bazardüzü zirvəsidir. Bura Azərbaycanın ən yüksək nöqtəsidir. Bazardüzü zirvəsi dəniz səviyyəsindən 4466 metr yüksəklikdə yerləşir. Bura gəlib çıxmaq o qədər də asan olmadı. 3 gün hazırlıq, 7 saat dayanmadan yol, amma bu anı yaşamaq, gəlib ona toxunmaq, onu görmək, buradan açılan mənzərəni seyr eləmək başqa bir zövqdür. Bazardüzündən ətraf dağlara, Azərbaycanın dağ zirvələrinə açılan mənzərə heyrətamizdir. Əgər gəlib onu görə bilsəz, bu sizə xüsusi bir zövq verəcək. Bazardüzü zirvəsi Böyük Qafqaz dağ silsiləsində Azərbaycanla Rusiya sərhədində yerləşir və Qusar ərazisindədir. Azərbaycan tərəfdən o həm də Qusarla Qəbələ rayonunun sərhəddindədir. Orta əsrlərdə zirvədən şərqdə yerləşən Şahnabad dərəsində hər il yarmarka keçirilərmiş. Bazardüzü ətrafdakı zirvələrin fonunda daha əzəmətli göründüyü və uzaqdan seçildiyi üçün bazara gələn bütün karvanlar onun buzlu zirvələri görünən kimi yolu tapırdılar. Bu səbəbdən də dağın adı Bazardüzü adlandırılıb. Azərbaycan ərazisinin təxminən 60% dağlıqdır. Böyük Qafqaz zənciri ölkənin şimalında sərhəd boyunca uzanır. Maraqlıdır ki, zirvəyə qalxanda həm Azərbaycan, həm də Dağıstanın sərhəd kəndlərini görə bilirsən. Burada bir neçə nəhəng dağ zirvələri var. Bazardüzü bütün bunların ən uca boylusudur. Bazardüzü zirvəsinə yürüşü Farizin bələdçiliyi ilə eləmişik. Fariz 4 ildən çoxdur ki, dağ bələdçiliyi ilə, ümumiyyətlə bələdçiliyi ilə məşğuldur və o çox gözəl bilir ki, Bazardüzü zirvəsini hansı dağlar, hansı zirvələr əhatə edir və sualım da onadır. Fariz, bir daha salam və təbrik edirəm sayəndə. Biz gəlib Bazardüzü zirvəsini görə bildik. İnşallah daha böyük zirvələrdən. Sol tərəfdən Yeri dağ, Yarı dağ, Şahdağ platosu. Şahdağ platosunda 7 yaxın zirvə var. Azəri, Azadlıq, Şəhidlər, Givdən dağ, Şahdağın özü ən yüksək zirvə və digər tərəfdə İlham zirvəsi, Heydər Əliyev zirvəsi, Atatürk zirvəsi, Qızılqaya massivi, qarşımızda Bazar yurd, Zəfər zirvəsi, Tufan görsənir, Tufan dağ görsənir, Tufan dağının nalı görsənir və digər tərəfdə də digər 4000-liklərdən Raqdan Çarındağ görsənir. Oğuz ərazisinə düşür. Mənim üçün bu səfər sadəcə bir yürüyüş deyil. Bu, özümü sınamaq, həyatımın ən yüksək nöqtəsini tapmaq deməkdir. Dağ səni heç vaxt çağırmaz, amma bir dəfə gəlsən, o səni həmişə gözləyəcək. Əgər zirvənizi tapmaq istəyirsinizsə, bir dəfə yola çıxın. Ola bilər ki, Bazardüzü sizin zirvədir. Hər halda yoxlamağa dəyər. So today is a great day for our group mountain lovers in Morocco, from Morocco, because we managed to get to the summit of Bazardüzü in Azerbaijan.
And we are happy today because we succeeded and we added another achievement to our group. We are very glad, we are very happy, everything is wonderful here. نحن مجموعة عشاق الجبل، مجموعة من المتسلقين الهواة المغاربة، قدمنا إلى أذربيجان من أجل التسلق أعلى قمة هنا، وهي قمة بازاردوزو على علو 4466 متر، وقد تحقق هذا الحلم، وقد كان إنجازا رائعا بمعية مجموعة من المتسلقين من أذربيجان، ونضرب لكم موعدا إن شاء الله مع قمة أخرى في مكان آخر. Azərbaycan dağlarının ən uca zirvəsi olan Bazar Düzü zirvəsinə yürüyüş macəra axtaran insanlar üçün xüsusi tapıntıdır. Arzuların gerçəkləşdiyi bu zirvənin sehri özündən də böyükdür. Qəribə də olsa bu sehrin bitməsini heç istəmirsən. Kəşflərin ardınca Real Vətən layihəsi çərçivəsində nəhayət Azərbaycanın ən yüksək zirvəsi olan Bazar Düzünə gəlib çıxdıq. Onu kəşf elədik, tanıdıq və bir daha əmin olduq ki, kəşf eləmək, xüsusilə Bazar Düzünü kəşf eləmək gözəldir.